İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya Dəmir Yumruq əməliyyatı adlanan Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında Qarabağda davam edən silahlı qarşıdurma baş verdi. Bu müharibə 1993-cü il atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzun müddətli döyüşlər oldu. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarə etməsi altında yaradılan qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsi Azərbaycan xalqının zəfəri ilə başa çatdı. Şəhid bacısı şeiri ilə Abdullayeva Günay. Gözlərinin şəhanəsidir, hünər səlnaməsi qeyrət nəslidir, qiymətli incidir dürdanəsidir, qəhrəman bacısı, şəhid bacısı. Köksündə igidlik nuru gülşanə, qürur iftixardan taxmış nişanə, həsrətdən ot saçar bir şanə-şanə, qəhrəman bacısı, şəhid bacısı. Göz yaşı görünməz gülümsər hər an, sabrı ilə yorulub hikmətdən doğan, çəkər qəm yükünü içində pünhan, qəhrəman bacısı, şəhid bacısı.